Salam, hər vaxtınız xeyir. Media Inform televiziyasının izləyiciləri, efirdə Gülşən Nizami qızıdır. Bugünkü xəbər əlbəttə ki, ürəkaçan mövzu deyil. Kürdəmir rayonun Ərəb Qubalı kəndində oğul atasını vəhşicəsinə döydü. Bu hadisə sözü gedən kənd sakini 35 yaşlı 2 uşaq atası cahillik dövrünü kəskin yaşayan Natiq Məhərrəmov tərəfindən baş verir. Hər il nar meyvəsi sezonunda Maksud kişi öz nar bağından yığıb satdığı məhsulun pulunu oğlu Natiq Maksud kişini vəhşicəsinə döyərək əlindən almaqda məşhurlaşıb. Bu hadisəni kənd əhalisinin bir qismi sübutlarla təsdiq edir. Bildiyiniz kimi, biz Azərbaycanlı müsəlmanlar yeri göyü yaradıb hifz edən müqəddəs Allahımızı tanıyırıq. Sonra isə müqəddəs Atananı tanımışıq. Məhərrəmov Natiq hal-hazırda müqəddəsləri tanımır. Həyatın mənasını əxlaqsızlıqla törətdiyi əməllərində və atası Maksud kişini vəhşicəsinə döyməkdə tanınır. Biçarə Maksud kişi döyüldükdən sonra bir müddət özünə gələnədək kiçik qardaşı Məhərrəmov Rizvanın evində qalmalı olur. Bu hadisə neçə illər təkrarlanır. Kənd əhalisinin bir qismi bu hadisəni həmişə xatırlayır. Natiq Məhərrəmov düşünməlidir ki, ataya əl qalxızıb ona fiziki ağrılar yetirib döyməyi Allah heç vaxt bağışlamır. Valideynin qarğış naləsi onun ocağına həmişə bədbəxtçilik gətirəcəyi təsadüf deyil. Dəyərli izləyicilərimiz, mənbədən aldığımız məlumata görə Məhərrəmov Natiq atasının əlindən zorakılıqla aldığı nar məhsulunun pulunu kimlərə xərcləyir? Təfərrüatlara nəzər salaq. Diqqətiniz efirdə olsun. Bu gördüyünüz foto əxlaqsız əməlləri törədən Məhərrəmov Natiq Maksud oğludur. Kafelərdə, barlarda yolunu azan qızlara pul xərcləyən Natiq tərbiyəsiz, əxlaqsız əməlləri ilə Kürdəmirə və bəzi regionlara yolun azan qızları aparmaqla kef məclislərində manyaklıq edir. Görəsən Azərbaycan ictimaiyyəti bu dırnaqarası övlad Natiq Məhərrəmov barəsində hansı tövsiyələri kommentariyada yazacaqlar? Dəyərli izləyicilərimiz, Allah belə övladları valideynlərə qismət etməsin. Amin. Bugünkü xəbər bu qədər. İndi isə sağ olun, salamat qalın.